Hörmətli izləyicilərimiz, hər birinizi xoş gördük. Sizlərə çox gözəl bir evi təqdim edirəm. Yaxınlaş evin həyətyanı sahəsindən video təqdimatımızı edək. Deməli, evimiz 3 mərtəbəli evdir. 2 mərtəbəli ev qiymətinə 4 plus 3. 3 otaq aşağı hissədə zirzəmi hissəsidir. 4 otaq isə tam təmirli, kupçalı, super bir evdir. Həyətyanı sahəsi geniş, 2 torpaq sahəsində inşa olunub. Həyətdə baxın belə bir kiçik bağ sahəsi ayrılıb. Təbii ki, bunu artıra bilərsiniz. Burada besetka yığdıra bilərsiniz. Kanalizasiya mərkəzidir. Su, işıq, qaz daimidir. Sənəd kupçadır. Ən böyük üstünlüyü nədir? Məktəbin 5 addımlığında yerləşir. Məktəblə cəmi 5 addımlıq məsafədə. Dəyərli izləyicilərimiz, gəlin ilk öncə evimizin alt mərtəbəsini sizlərə təqdim edək. Bura zirzəmi demək olmaz. Yəni, çünki bu hündürlüyündə zirzəmi olmur. Gəl qardaş, gəl aşağı hissəsini ilk öncə təqdim edək. Bura bildiyimiz evdir, dəyərli izləyicilər. Burada bir otaq, mətbəx, burada zal, yəni təmir etmək olar. Hamam, sanuzelin yeri, koridor şkafının yeri əladır. Tavan hündürlüyü hardasa 4 metrdir. Qeyd edim ki, evdə hər mərtəbə monolit betonu. Tikiliş zamanı da qoşa kubikdən istifadə olunub. Qiyməti də gəlin sizlərə əvvəlcədən deyim. Gəl qardaş, gəl. Düşmə evdir bu. Bu ev satışda çox qalmayacaq həqiqətən də. Kombinin yeri baxın buradadır. Qiyməti dəyərli izləyicilərimiz 115 min manat start qiymətdir. 115 min manat start qiymətdir. Endirim təbii ki olacaq. Evin xarici görünüşünü bir daha çək. Çox yaxşı bir evdir. Evə vurulan fasad boyası silikonlu fasad boyasıdır. Yəni yağış suyuna qara davamlıdır. Tikiliş zamanı qoşa kubikdən istifadə olunub. Evdə cüzi işlər qalıb, pilləkəni tamamlanacaq, balyansı qoyulacaq. Döşəmə hissəsi istipoldur. Kollektor sistemi pilləkənin alt hissəsindədir. Gəl yaxınlaş. Yaxınlaş, baxın, buralar ətraflıca. Kollektor sistemi bax buradadır. Burada paltaryan maşın üçün yer nəzərdə tutulub. Bu hissədə evimizin qonaq otağıdır. Televizor üçün TV stand. Çox gözəl şəkildə təmir olunub. Deməli, TV xətti, kondisioner xətti, kombi xətti çəkilir. Bir daha da qeyd edin. Evdə hər mərtəbə monolit betondur. Məktəbdən 5 addımlıq məsafədə. Ünvan masajı Abşeron küçəsi. Və mətbəx. Mətbəx də maşallah olsun, qonaq otağından geri qalmır. Yəni, bu cürlə geniş mətbəx hər evdə tapmaq olmur. Evdə böyük bir üstünlük nədir? Gəl qardaş, buranı çək. Pəncərəsi öz həyətinə baxır. Pəncərə öz həyətinə baxır. Yəni, evlə ev arasında məsafə saxlanılıb. Heç bir qonşunun həyətinə baxılmır və heç bir qonşu da bu evin həyətini görmür. Sanuzel yetərincə genişdir, duş kabini üçün yer də var. Gəlin ikinci mərtəbəyə. Bir daha da qeyd edirəm. Masazırda Abşeron küçəsi məktəbdən 5 addımlıq məsafədə. Pilləkən tamamlanacaq, düzü işləri qalıb burada. Super bir evdir. Həqiqətən də mən bu evə gəldim, baxdım. Müştəri ilə də gəlmişdik bayaq. Müştəri də bu evi bəyəndi. Əminəm ki, siz də bəyənəcəksiniz. Burada birinci yataq otağı. Kombinin xətti, kondisionerin xətti, hamısı çəkilib, şəbəkə pəncərələr, təmir də çox gözəl, səliqəli, yeni təmirli bir evdir. 115 min manata, yəni belə ev tapmaq bugün gündə çox çətin məsələdir. Yəni sizdən burada ərazinin hündürlüyünü təqdim edin. Yaxınlaşdır. Qurtuluş 93 Duz Gölü. Bütün Masazır, Novxanı, Mehtaba hər bir yeri görmək olur. Yəni sözümün canı odur ki, hündür yerdədir, zirzəmdən də görmək olur. Hər mərtəbədə hamam. Çox gözəl, çox səliqəli bir evdir. Kiçik yataq otağı və videomuzu yekunlaşdıraq. Bir daha da qeyd edirəm. Təqdim etdiyim həyət evi Masazır qəsəbəsindən məktəbin 5 addımlığında yerləşir. Dayanacağa, marketə yaxındır. Çox gözəl təmir olunub. Ev özü də gözəldir, yerləşmə yeri də yaxşıdır. Endirim olacaq. Sağ olun, salamat qalın.